Hər kəsi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bu gün sizə Nərgiz Nəcəfin test toplusundan Making Up a Sentence bölməsindən olan testləri izah edəcəm. Bu izah videosunun birinci hissəsini daha əvvəl çəkmişdim. Həmin videoya əvvəlcə baxmağınızı tövsiyə edərdim. O videonun linkini bu videonun açıqlama qismində paylaşacağam. Əgər hazırsınızsa, ilk testimizlə başlayaq. 51-ci testlə başlayırıq. Keçən səfər 50-yə qədər izah eləmişdim. Make up a sentence. Cümlə qurun. Əvvəlcə sözləri oxuyuram. At the hotel, arrive, the tourist, when, did. Sözləri oxuduqca başa düşürəm ki, bu cümlə sual cümləsidir. Bunu hardan bilirəm? Burada gördüyünüz kimi when sual sözü var və did köməkçi feili var. Və bu iki söz mənə əsas verir ki, bu cümlə sual cümləsidir. Gəlin cümləni yığmağa başlayaq. Əvvəlcə başlayırıq xüsusi sual sözündən. Yadınızdadırsa, keçən səfərdə demişdim ki, xüsusi sual cümləsi xüsusi sual sözü ilə başlayır. When, daha sonra gəlir köməkçi feil. Ondan sonra mübtədanı axtarırıq. Mübtədamız olacaq the tourist, turistlər. Arrive, xəbər gəlir. Ən sonda isə yer zərfi. At the hotel. When did the tourists arrive at the hotel? Turistlər otelə nə vaxt çatdılar? Arrive feilindən sonra iki cür sözünü işlənə bilər. At və in. Kiçik yerlər gəlirsə arrive'dan sonra o zaman at sözünüsü işlənir. Məsələn, hotel, yəni otel kiçik bir yer sayılır. Ona görə at sözünüsü qəbul edir. Daha böyük yerlər olduqda isə, məsələn, şəhərlər, ölkələr, bu zaman in sözünüsündən istifadə edirik. Bunu da bir məlumat kimi, əlavə məlumat kimi demək istədim. İndi gəlin variantlara baxaq. Burada cavabımız olacaq A variantı. Keçirik 52-ci suala. In the library have been waiting for this novel 2 hours. Sözləri oxudum. İndi isə başlayaq cümləni qurmağa. Burada I sözünü görürük. Yəni, bu şəxs əvəzliyi olduğu üçün, deməli, bizim mübtədamız I şəxs əvəzliyi olacaq. Yazıram 4. Ondan sonra xəbəri tapırıq. Xəbər olacaq have been waiting. Have been waiting. Daha sonra gələcək 3. This novel in the library 2 hours. Burada cavab A variantıdır. Amma bir məsələ var ki, 2 hours'ın qarşısında for sözünüsü işlənməlidir. Nəyə görə? Çünki zaman bildirərkən biz for sözünüsünü istifadə etməliyik. Mən kitabxanada 2 saatdır ki, bu noveli, yəni bu romanı gözləyirəm. Biraz cümlənin özü də qəribə cümlədir, sözün açığı. Zaman bildirərkən, xüsusən də baxın bu cümlə tiplərində, yəni indiki bitmiş davam edici zaman formasında for sözünüsü istifadə olunur. For. Burada isə görürsünüz, yalnız bir dənə for var. Waitingdən sonra da for işlənməlidir. Wait for someone, wait for something. Kimisə gözləmək, nəyisə gözləmək mənalarında mütləq waitdən sonra for sözünüsü işlənir. Və 2 hours'ın qarşısında da mütləq for işlənməlidir. Əgər o formada götürsək, burada səhv eləmirəmsə B variantı uyğun gəlir. Amma yəni o da doğru deyil, bu da doğru deyil. Burada əgər 2 hours'ın qarşısında da bir dənə for işlənsəydi, onda cavabımız olardı A variantı. Əsas odur ki, siz doğrusunu biləsiniz. Danışıq dilində olsaydı, for istifadə etmədən sadəcə 2 hours deyə bilərdiniz. Amma bu testdir, yəni abituriyentlər üçün hazırlanmış bir testdir. Çox güman ki, mexaniki bir səhvdir, çapda səhv gedib, o hissə düşməyibdir. Mən elə düşünürəm. Keçirik növbəti testə. Under has been sitting for that man, the tree, an hour. Görürsünüz, bu da yenə has been ilə olan bir cümlədir. Has been sitting. İndiki bitmiş, davam edici zamanda olan bir cümlədir. Və mütləq sonda görürsünüz, for da var. For an hour. Müddət bildirdiyi üçün, baxın, bu ikisi birlikdə gedəcək. Bu iki söz birlikdə gedəcək. Cümləni yazmağa başlayaq. Əvvəlcə mübtədanı axtarırıq. That man. O kişi. That man has been sitting. 2. Harda otururdu? Under the tree. Ağacın altında. Biz deyirik ağacın altında, amma ingilis dilində belə deyilir. Altında ağacın. Söz önü sözün qarşısında gəlir. Neçə saatda otururdu? For an hour. 1 saatdır ki, otururdu. 3 və 6. Burada cavab olacaq Y variantı. 54-cü testə baxaq. Visited countries you have this year what? Sən bu il hansı ölkələri səyahət etmisən? Hansı ölkələrə səfər etmisən? Sözləri oxuduqca beynimdə belə bir cümlə əmələ gəldi. İndi gəlin bu cümləni ingilis dilində quraq.
Gördüyünüz kimi burada what sözü var. Deməli, bu cümlə sual cümləsidir. What? Hansı ölkələr? Bayaq elə demişdik, düzdür? Hansı ölkələr dediyimiz üçün what'dan sonra countries sözünü də yazırıq. What həm nə sual sözü kimi tərcümə oluna bilər, həm də hansı mənasında tərcümə oluna bilər. Burada hansı mənasında tərcümə olunacaq? What countries? Daha sonra gələcək have, köməkçi feil. Ondan sonra mübtəda, you. Daha sonra xəbər, visited, this year, bu il. Variantlara baxırıq. 6, 2, 4, 3, 1, 5. Cavab A variantı. 55-ci suala baxaq. To stand up when the students were told, hey min, the teacher. To stand up, yəni ayağa qalxmaq. When, nə vaxt? The students, tələbələr, were told. Deyildi. Yəni, buradan görürük ki, bu məhsul növdə olan bir cümlədir. Came in, gəlmə feilinin keçmiş zamanı. The teacher, müəllim. Deməli, tələbələrə deyildi ki, müəllim gələndə ayağa qalxsınlar. Deməli, cümləmiz belə olacaq. The students were told, yəni tələbələrə deyildi. Nə deyildi? Ayağa qalxmaqları deyildi. To stand up, nə zaman? When the teacher, müəllim, içəri girəndə. Came in. Variantlara baxırıq. Burada bizim cavabımız olacaq C variantı. 56-cı testə baxaq. Mark his car so fast, never driven has. Mark maşınını heç vaxt çox sürətlə sürməyib. Başlayırıq mübtədadan. Mark. Ondan sonra gələcək xəbər, yəni has, never driven his car so fast. İndi variantlara baxaq. Cavab burada olacaq D variantı. 57-ci suala keçək. Home, return, your son, when, did. Burada sözsüz sual sözü və did köməkçi feilini görürəm. Deməli, cümləmiz sual cümləsi olacaq. Elə sual sözündən də başlayıram. 4, when, daha sonra gələcək did, your son, mübtəda, return, xəbər, home. When did your son return home? Oğlun nə vaxt evə qayıtdı? Variantlara baxırıq, cavab olacaq A variantı. 58-ci suala baxırıq. Not to leave the city until the witness was told the police get there. Sözləri oxuduqca beynimdə belə bir cümlə yarandı. Şahidə deyildi ki, polislər ora çatana qədər şəhəri tərk etməsinlər. The witness was told, birinci başlayırıq 3-lə. Şahidə deyildi ki, görürsünüz, bu da məhsul növdə olan bir cümlədir. Şahidə nə deyildi? Not to leave the city. Şəhəri tərk etməmək deyil. Nə vaxta qədər? Until the police get there. Polislər ora çatana qədər. Burada cavabımız olacaq Y variantı. 59-cu suala baxırıq. In have been working for I, the garden, 2 hours. Sözləri oxudum. Sözləri oxuduqca əvvəlcə mübtədanı tapdım. Mübtəda burada olacaq I şəxs əvəzliyi. Çünki şəxs əvəzliyi yenə bəlkə 50-ci dəfə təkrar edirəm. Həmişə mübtəda olur. Ona görə 4 ilə başlayırıq. I have been working. 2. I have been working. Mən işləyirəm. In the garden. Harada işləyirəm? Bağda. For 2 hours. Bir verirsiniz, zaman bildirəndə biz foru mütləq istifadə etdik. Yəni, o bayaqki 52-ci testdə for işlənməmişdi. O səhvdir. Yəni, orada çox güman ki, nəysə bir texniki səhvlik gedibdir. Mən 2 saatdır ki, bağda işləyirəm. Burada cavab olacaq A variantı. Növbəti suala baxırıq. Was destroyed of the city by bombs, the old part, during the war. Cümlə was destroyed hissəsindən başa düşürəm ki, cümlə məhsul növdədir. Gəlin cümlənin mübtədasını tapaq. Burada mübtəda şəhərin qədim hissəsi olacaq. Yəni, the old part of the city. Başlayacaq 4-lə. 4, 2. Deməli, 4, 2. Was destroyed. Daha sonra 1. Dağıdıldı. Nə vasitəsilə dağıdıldı? Bombalarla. During the war. Daha sonra isə 5.
Burada cavabımız olacaq D variantı. 61-ci suala baxırıq. The performance started when everybody was asked to take their seats. Tamaşa başladı. Nə vaxt? Hər kəsə deyildi, öz yerlərində otursun. Burada cümləmiz belə olacaq. Tamaşa başlayanda hər kəsə deyildi ki, öz yerlərində otursun. When the performance started, everybody was asked to take their seats. 3, daha sonra 4. Burada cavabımız olacaq D variantı. 62-ci suala baxırıq. Was very shy he because didn't speak loudly Nick. Was very shy, yəni utancaq idi. He because çünki didn't speak loudly yüksək səslə danışmadı. Nick. Nick də oğlanın adıdır. Burada cümlə 2 hissədən ibarətdir. Görürsünüz because var çünki. Yəni 2 dənə cümlə var. İndi gəlin o cümlələrə baxaq. Deməli cümləmiz belə olacaq. Nick yüksək səslə danışmadı, çünki o çox utancaq idi. Başlayırıq cümləni mübtəda ilə, yəni Nicklə. Nick çox utancaq idi. Daha doğrusu didn't speak loudly. Yüksək səslə danışmadı. 4. Çünki o, he was very shy. Çox utancaq idi. Bu variantımız olacaq Y variantı. Mən sözləri tək-tək dedikcə, yaxşı olar ki, siz də özünüz üçün bir qeyd dəftəri götürəsiz, bilmədiyiniz sözləri ora qeyd edəsiz, daha sonra həmin sözlərlə bağlı müxtəlif cümlələr qurub istifadə edəsiz. Belə eləsəz, sözlər daha yaxşı yadınızda qalacaq. 63-cü suala baxırıq. Jane, Chinese, so fluently, never spoken has. Jane, Çin dilini heç vaxt belə səlis şəkildə danışmayıb. Deməli, başlayırıq birinci mübtəda ilə, yəni Jane ilə. Jane. Fikir verirsinizsə, burada never zərfi var. Never has və feilin üçüncü formasının arasında işlənir. Yəni, has never spoken. Has never spoken Chinese, Çin dilini, so fluently. Burada cavab olacaq D variantı. 64-cü cümləyə baxırıq. Read books you have this month. How many? How many sual sözünü gördük. Deməli, cümləmiz sual cümləsidir. Ona görə də cümləni başlayırıq 6 ilə. How many? How many-dən sonra sayılan cəm isim işlənməlidir. Ona görə də biz burada book sözünü əlavə edirik. How many books? Daha sonra gəlir köməkçi feil have. Sonra mübtəda you. Daha sonra xəbər read. Və sonda da zaman zərfi. This month. How many books have you read this month? Cavabımız burada olacaq A variantı. Bir şeyi qeyd eləmək istəyirəm ki, read feili keçmişdə və bitmiş zamanda read yox, read formasında oxunur. Düzdür, yazılışı olduğu kimi qalır, amma oxunuşu, yəni tələffüzü fərqlənir. Fərqli cür oxunur, read olaraq deyirik. Baxaq 65-ci suala. Was too ill he because John couldn't attend the meeting. Görürsünüz, because var burada, çünki. Yenə də cümlə mürəkkəb cümlədir, yəni 2 hissədən ibarətdir. 2 dənə cümləmiz var. John iclasda iştirak edə bilmədi, çünki o çox xəstə idi. Başlayırıq mübtəda ilə. John couldn't attend the meeting. İclasda iştirak edə bilmədi. Niyə iştirak edə bilmədi? 3, yəni because he was too ill. O çox xəstə idi. Cavab olacaq B variantı. 66-cı sualından davam edirik. Haven't since I married seen last year. Cümləni oxuduq. Mübtədanı axtarırıq əvvəlcə. Mübtədamız olacaq şəxs əvəzliyi. I haven't seen. Sonra keçirik xəbərə. Burada haven't seen olacaq xəbər, çünki bu cümlə indiki bitmiş zamandadır. I haven't seen. Mən görməmişəm kimi? Marry-ni. Nə vaxtdan bəri? Keçən ildən bəri. Since last year. Cavab olacaq Y variantı. Növbəti suala baxırıq.
My cousin at the entrance is the girl standing. My cousin yəni mənim qohumum. Cousin ən uşağı, dayı uşağı, bibi uşağı gedir. Yəni konkret bir tərcüməsi yoxdur. Burada demək istəyir ki, girişdə dayanan qız mənim qohumumdur. Qız girişdə dayanan, belə deyəcəyik. The girl standing at the entrance. Bu bizim mübtədamız oldu. Is, daha sonra xəbər gəlir. My cousin. Mənim qohumum. Variantlara baxırıq. Cavab olacaq burada C variantı. Növbəti suala keçirik. Very delicious, the pie is by my granny baked. Very delicious, çox dadlı. The pie, piroq, is, bu to be-nin formasıdır bilirsiniz. Dırdır, durdur şəkilçisidir, xəbərli şəkilçisidir. By my granny, nənəm tərəfindən. Baked, bişirmək, bişirdi. Keçmiş zamanda görsənir, amma bir cümlədə görəcəksiniz ki, bişirilmiş deməkdir. Nənəm tərəfindən bişirilmiş piroq çox dadlıdır. Yəni, əslində, bizim dilimizə belə tərcümə edəcəyik. Nənəmin bişirdiyi piroq. Biz belə deyirik, amma ingilis dilində hərf və hərf tərcümə eləsək, nənəm tərəfindən bişirilmiş piroq deyəcəyik. Nənəmin bişirdiyi piroq olacaq, demək, the pie baked by my granny. Fikir verirsinizsə, bu baked by my granny, bu isə məhsul növə oxşuyur. Sadəcə burada bir dənə to be-nin forması yoxdur. Amma sıra olaraq onun kimi gedir, onu demək istəyirəm. The pie, piroq, hansı piroq? Nənəmin bişirdiyi piroq. Burada baked by my granny bu piroq sözünün, yəni pie sözünün təyin edicisi kimi iştirak edir. Daha sonra keçirik xəbərə 3 və very delicious. Çox dadlıdır. Cavablara baxırıq. Cavab olacaq Y variantı. 69-cu suala baxırıq. Did teach you to swim when your father? Bu sualda sual cümləsidir. Burada when to sual sözünü görürük. Elə onunla da başlayırıq cümləni. When, sonra gəlir köməkçi feil. Did your father, sənin atan. When did your father teach you to swim? Atan sənə üzməyi nə vaxt öyrədib? Variantlara baxırıq. Cavabımız olacaq D variantı. 70-ci suala baxırıq. While driving must be you very attentive a car. Sözləri oxuduqca belə bir cümlə beynimdə yarandı. Maşın sürərkən sən çox diqqətli olmalısan. Burada bizim mübtədamız olacaq you. You must be. Sən olmalısan. Necə olmalısan? Çox diqqətli. Very attentive. Nə vaxt? While driving a car. Maşın sürərkən. Cavab olacaq D variantı. 31-ci suala baxaq. Your arrival last Monday, we have been waiting since 4. Deməli, cümləni oxudum. Your arrival, sənin gəlişin. Last Monday, keçən bazar ertəsi. We, biz, have been waiting, gözləyirik. Since, bəri, for da üçün. Demək, we-ni gördük burada. We şəxs əvəzliyidir. Deməli, mübtədamız we olacaq. 3. Daha sonra xəbərə baxırıq. Have been waiting. Biz gözləyirik. Bayaq da dediyim kimi, wait-dən sonra for sözünsü gəlir. Wait for, ikisi birlikdə işlənir. Waiting for your arrival. Sənin gəlişini gözləyir. Nə vaxtdan bəri? Keçən bazar ertəsindən bəri. Since last Monday. Doğru variant Y variantıdır. Keçirik növbəti suala. Hasn't since Alice abroad been her childhood. Alice uşaqlığından bəri xaricdə olmayıb. Belə bir cümlədir. Gəlin indi bu cümləni yazaq. Başlayırıq mübtəda ilə. Alice olmayıb. Hasn't been. Hasn't been. Harda olmayıb? Abroad. Yəni xaricdə. Since her childhood. Since her childhood. Uşaqlığından bəri. Burada bir şeyə diqqət yetirin. Abroad sözü xaricdə, xaricə
bu mənalarda işlənir. Və onun qarşısında biz heç bir sözünü işlətmirik. Çox vaxt tələbələr səhv edirlər, in abroad demək istəyirlər, amma bu səhvdir. Bu heç bir sözünü götürməyən bir sözdür, abroad. Burada doğru variantımız olacaq B variantı. Our neighbor in the yard is the woman waiting. Bizim qonşumuz həyətdə dur döşək etsin. The woman, qadın, waiting, gözləmək. Həyətdə gözləyən qadın bizim qonşumuzdur. Həyətdə gözləyən qadın. İndi biz bunu ingiliscəsində belə deyəcəyik. Qadın gözləyən həyətdə. Bu sıraya uyğun cümləni yazırıq. The woman waiting in the yard. Fe'li sifət kimidir. Ona görə də formada bu ardıcılıqla yazılmalıdır. Is xəbər və xəbərin ad hissəsi. Our neighbor. Doğru variantımız olacaq C variantı. 74-cü suala baxırıq. Corrected the mistakes were by the child made. Uşağın etdiyi səhvlər düzəldildi. Belə bir cümlədir. Uşaq tərəfindən edilən səhvlər düzəldildi. The mistakes ki, hansı səhvlər? Made by the child. Uşaq tərəfindən edilən səhvlər. Were corrected. Cümlədə məhsul bir cümlə. Cavab olacaq D variantı. 75-ci suala baxırıq. Did ask you to bring what your teacher. Bu cümlədə sual cümləsidir. Gördüyünüz kimi what sual sözü var və did köməkçi feili var. Ona görə də birinci sual sözündən başlayırıq. What, did. Sonra gəlir mübtəda. Your teacher ask you to bring. What did your teacher ask you to bring? Müəllimi səndən nə gətirməyi xahiş etmişdi? Bring gətirmək deməkdir. Ask xahiş etmək mənasındadır. Burada doğru variant olacaq B variantı. Növbəti suala baxırıq. While crossing must be you very careful the road. Yolu keçərkən sən diqqətli olmalısan, çox diqqətli olmalısan. Crossing yəni keçmək, must be olmalısan, you must be burada. The road da yol deməkdir və careful diqqətli. Deməli, belə başlayırıq cümləni. You must be very careful while crossing the road. Sən diqqətli olmalısan yolu keçərkən. Burada bizim variantımız olacaq A variantı. 77-ci suala baxırıq. What countries during your did you visit journey? Demək olar ki, cümlənin bir hissəsini özləri düzəldiblər, ona görə də çox çətin olmayacaq. What countries? Gördüyünüz kimi bu sual sözüdür. What countries did you visit during your journey? During your journey. Sən səyahətin zamanı hansı ölkələri səfər etdin? Burada variantımız olacaq B variantı. Növbəti suala baxırıq. Tickets the children because hadn't bought, they weren't allowed inside. Tickets biletlər, the children uşaqlar, because çünki hadn't bought almayıb ya almamışdı. They onlar weren't allowed inside. İçəriyə icazə verilməyib. Keçmiş zamandadır. Belə bir cümlə quracağıq. Uşaqlar içəri keçməyə icazə verilmədi. Çünki onlar bilet almamışdı. Demək, başlayırıq children sözündən. Children weren't allowed inside because they hadn't bought ticket. Variantımız olacaq A variantı. 79-cu suala baxırıq. The accident, my friend, the boy in injured was. Accident qəza deməkdir. My friend, yəqin ki bilirsiniz. Mənim dostum. The boy, oğlan. In, dadə şəkilçisi söz önüdür. Injured, yaralanmaq, yaralanıb. Was da isin keçmiş zamanı. Burada cümlə belə olacaq.
Qəzada yaralanmış oğlan mənim dostum idi. Qəzada yaralanmış oğlan. İndi bu hissəni, yəni bu mübtədanı ingilis dilindən belə çevirəcəyik. The boy, yəni 3. Oğlan, hansı oğlan? Qəzada yaralanmış. Injured in the accident. Daha sonra gəlir. Injured, yəni 5. In the accident, 4. Was, 6. My friend, 2. Variantlara baxırıq. Doğru variant D variantı. 80-ci suala keçirik. My grandfather in the garden is the man working. Fikir verirsinizsə, bu cümlələr bir-birinə oxşuyur. My grandfather, babam, in the garden, bağda, is, şəkilçidir, durdur. Şəkilçidir, the man, kişi, working, işləyir. Bağda işləyən kişi mənim babamdır. Belə bir cümlə quracağıq. Bağda işləyən kişi. Biz bunu belə deyəcəyik. Kişi işləyən bağda. Fikir verirsinizsə, bizdə bağda işləyən kişi deyirik, amma ingilis dilində sondan əvvələ doğru tərcümə edəcəyik. The man working in the garden is my grandfather. Variantlara baxırıq. Doğru variant C variantıdır. 81-ci suala baxırıq. How many questions during your were you asked job interview? İş müsahibəsində sənə neçə sual verildi? İş müsahibəsi zamanı sənə neçə sual verildi? Belə bir cümlədir. How many questions? Gördüyünüz kimi artıq bu xüsusi sual sözü özü birlikdə yazılıbdır. İşimiz biraz da asanlaşıb. How many questions were you asked? Səndən soruşuldu. Məhsul növbədir gör. Were you asked during your job interview? Variantlara baxırıq. Cavabımız B variantıdır. 82-ci sualla davam edirik. Enough questions, kifayət qədər suallar. The examiners, imtahan götürənlər, because, çünki, hadn't answered, cavab vermədi, cavab verməmişdi. Bu, keçmiş, bitmiş zaman formasıdır. He, o, failed him, imtahandan kəsdi. Onu imtahandan kəsdi deməkdir. Deməli, beynimdə belə bir cümlə yaranır. İmtahan götürənlər onu imtahandan kəsdi, çünki o kifayət qədər suallara cavab verməmişdi. Yəni, çox suallara cavab verməmişdi. Belə bir cümlə olacaq. Cavab verməmişdi. Başlayırıq mübtədayla. Mübtədamız olacaq the examiners. The examiners failed him, imtahandan kəsdi onu. Niyə? Because, çünki he hadn't answered, cavab verməmişdi, enough questions. Burada bizim variantımız olacaq Y variantı. Fikir verirsiniz, bu because ilə olan cümlələr mürəkkəb cümlədir. Ona görə də cümləni quranda biraz ehtiyatlı olmaq lazımdır ki, mənası uyğun gəlsin. Yəni, ikinci tərəflə birinci tərəfin məntiqi olaraq mənası uyğun gəlsin. Növbəti suala baxırıq. The ground, yellow, the leaves on falling were. The ground, yəni yer. Yellow, sarı. The leaves, yarpaqlar. On, üzərində, üstündə. Falling, tökülən, düşən. Were, bu da to-be'nin keçmiş zamanına aid olan bir hissədir. Cəmdə işlənən hissəlidir. Bilirsiniz ki, was, were. Was təkdə işlənir, were isə cəmdə. Sözləri oxuduqca beynimdə belə bir cümlə yarandı. Yerə tökülən yarpaqlar sarı idi. Yerə tökülən yarpaqlar. İndi biz bunu arxadan əvvələ tərcümə edəcəyik. Yarpaqlar tökülən yerə. The leaves falling, tökülən. On the ground, yerə. Were yellow. Cavablara baxırıq. Burada 4'ü yazmadıq. Yazaq. On the ground were yellow. Variantımız olacaq D variantı. Növbəti suala baxırıq. India discovered was the land by Columbus not. India, Hindistan, discovered, kəşf etmək, kəşf etdi. Was, bizim keçmişidir. The land, ərazi, torpaq. By Columbus, Columb, not da inkar hissəcidir. Cümləmizi belə başlayacağıq.
Kolumb tərəfindən kəşf edilmiş ərazi. Biz belə deyəcəyik. Ərazi kəşf edilmiş Kolumb tərəfindən. Yenə də arxadan qabağa tərcümə edəcəyik. Sondan əvvələ doğru. The land discovered by Columbus was not India. Variantlara baxırıq. Cavabımız olacaq B variantı. Növbəti suala baxırıq. The photos taken your brother beautiful were by. Photos şəkillər taken, yəni burada şəkil çəkmək mənasındadır, çəkmək. Çəkilmiş. Your brother, sənin qardaşın, beautiful, gözəl, were, arın keçmişi, by tərəfindən. Qardaşının çəkdiyi şəkillər gözəl idi. The photos taken by your brother. Yenə də sondan əvvələ doğru tərcümə edirik. Photos taken by your brother. Qardaşın tərəfindən çəkilmiş şəkil. Bir versəz, bizdə deyilən forma ingilis dilində əksinə tərcümə olundu. Başlayacağıq birdən. The photos taken by your brother were beautiful. Were beautiful. Burada variantımız olacaq. Görürsünüz ki, bizim variantımız burada yoxdur, variantlar arasında yoxdur. Bu o deməkdir ki, bu cümlə sual cümləsidir. Biz ilk baxışda sual cümləsi olduğunu başa düşmədik. Nəyə görə? Çünki sual cümlələri iki cür olur. Xüsusi sual cümlələri və ümumi sual cümlələri. Xüsusi sual cümləsini tapmaq daha rahatdır, çünki orada xüsusi sual sözü olur. Burada da heç bir xüsusi sual sözü olmadığı üçün biz ilk başda bunu başa düşmədik. Yəni ki, gəlirik ikinci varianta, bu ümumi sual cümləsidir. Ümumi sual cümləsi gördüyünüz köməkçi feilin mübtədadan əvvələ keçməsi ilə düzəlir. Ona görə də cümləmiz belə başlayacaq. 5 1 2 6 3 4. Doğru variant olacaq B variantı. Növbəti suala keçirik. Short dialogues the teacher asked to make up the students. Müəllim şagirdlərdən, tələbələrdən xahiş etdi ki, qısa dialoqlar qursunlar. The teacher, mübtəda ilə başlayırıq. The teacher asked the students to make up short dialogues. Cavab olacaq Y variantı. 87-ci suala baxırıq. The document your tell to bring brother. Document sənədlər, your sənin, tell demək, söyləmək, to bring gətirmək, brother qardaş. Burada yəqin ki, your brother ikisi birlikdə olacaq. Çünki your yiyəlik halda olan bir əvəzlikdir. Ondan sonra mütləq isim gəlməlidir. Biz burada nəqli cümlə qurmağa çalışsaq da bu alınmayacaq. Nəyə görə? Çünki your brother tutaq ki, demək istəyirik ki, sənin qardaşın deyir ki, sənədləri gətirsin. Burada tell görürsünüz. Tell-dən sonra S şəkilçisi yoxdur. Üçüncü şəxsin təkində verilməyib. Ona görə də bu formada, yəni cümlə qurmaq doğru deyil. Deməli, bu cümlə əmr cümləsidir. Əmr cümləsi nəqli cümlədən fərqlidir. Əmr cümlələri xəbərlə başlayır. Yəni, tell-lə başlayacaq burada cümləni. Tell your brother, qardaşına de ki, sənədləri gətirsin. Tell your brother to bring the documents. Variantlara baxırıq. Doğru variant olacaq B variantı. Növbəti suala keçirik. An role important books play in our lives. Kitablar bizim həyatımızda mühüm rol oynayır. Belə bir cümlədir. Başlayırıq mübtədadan. Books, kitablar. Rol oynamaq, play an important role, vacib rol oynayır. Burada important söz də var, yəni təyin də var. Play an important role, bizim həyatımızda. In our lives. Cavab olacaq A variantı. 89-cu suala baxırıq. A wonderful time last Sunday had at the party. Biz keçən bazar şənlikdə gözəl vaxt keçirdik. Görürsünüz ki, burada şəxs əvəzliyi var. Biz gözəl vaxt keçirdik. Had a wonderful time. Bu bir söz birləşməsidir. Bunu özünüz üçün qeyd edə bilərsiniz. To have a wonderful time, möhtəşəm vaxt keçirmək, gözəl vaxt keçirmək.
və yaxud da to have a good time da deyə bilirik. Yaxşı vaxt keçir. At the party last Sunday. Cavab olacaq B variantı. 90-cı suala baxırıq. Read the help of English magazines I, a dictionary with. Read oxumaq, the help of köməyi ilə English magazines, İngilis jurnalları, I, mən, a dictionary, lüğət, with ilə. Başlayırıq mübtədadan. Mübtədamız olacaq şəxs əvəzliyi, yəni I. Mən oxuyuram. I read. Nə oxuyuram? English magazines. İngilis dilində olan jurnallar. Lüğətin köməyi ilə. With the help of a dictionary. 6. The help of a dictionary. Yenə də sondan əvvələ doğru tərcümə edilir. With the help of a dictionary. Variantlara baxırıq. Cavab olacaq C variantı. Növbəti suala baxaq. The documents translated were important the manager by. Menecer tərəfindən tərcümə olunmuş sənədlər vacib idi. Yenə də cümləni sondan əvvələ doğru başlayırıq. The documents translated by the manager. Variantlara baxırıq. Görürük ki, belə bir variant yoxdur. Əslində bizim cümləmiz doğrudur. Sadəcə məsələ bundadır ki, bu cümlə nəqli cümlə deyil. Böyük ehtimalla bu cümlə sual cümləsidir. Ona görə də köməkçi feili keçirəcəyik biz qabağa. Yəni 3 ilə başlayırıq cümləni. Were Burada variantımız olacaq A variantı. Növbəti suala keçirik. You have put this morning where documents show me. You have put, sən hara qoymusan, this morning, bu səhər, where, harada, və yaxud da haraya, the documents, sənədlər, show me, mənə göstər. Belə bir cümlə qurmaq olar. Bu səhər sənədləri hara qoymusansa mənə göstər. Yəni, qoyduğun yeri mənə göstər. Show me where you have put the document this morning. Cavab olacaq C variantı. 93-cü suala baxırıq. For the officer ordered him the soldiers wait. Deməli, belə başlayırıq cümləni. Mübtəda ilə başlayırıq. The officers ordered the soldiers to wait for him. Burada variant olacaq A variantı. Yəni, demək istəyir ki, zabit əskərlərə əmr verdi ki, onu gözləsinlər. Növbəti suala baxırıq. A letter this morning I have got my friends from. Mübtəda ilə başlayırıq cümləni. Burada görürsünüz şəxs əvəzliyi var. I, mən, have got a letter. Have got yəni almışam. A letter, məktub. I have got a letter from my friends. Dostlarımdan. From my friends. This morning. This morning. Cavab olacaq C variantı. 95-ci suala baxırıq. Listening is good. People's my granny add to problems. Cümləmiz biraz uzun olsa da, belə ipucularla siz cümləni beyninizdə qura bilərsiniz. Listeningdən sonra to işlənir. Yəni, bu ikisi birlikdə. Listening to. Daha sonra, burada görürsünüz at sözünsü var və good sözü var. To be good at something. Nədəsə yaxşı olmaq, nədəsə bacarıqlı olmaq deməkdir. Yəni ki, at good. Daha doğrusu good at 3-6. Bu ikisi də birlikdə gedəcək. Bir cümləmizə baxaq. Cümlədə nə demək istəyir? Mənim nənəm insanların problemlərinə qulaq asmaqda yaxşıdır, bacarıqlıdır. Və burada bir şey də deyim ki, people's problems. Fikir verirsinizsə, people sözündən sonra apostrof S yazılıb. Bu da deməkdir ki, yəli halda olan sözdür. Yəni, özündən sonra isim tələb edir. People's problems. Bu ikisi də birlikdə işlənəcək. Yəni, bu formada da siz ipucularla
cümləni daha asan hala gətirə bilərsiniz. Təbii ki, birinci mübtədadan başlayırıq. Fikir verdinizsə mübtəda olacaq my granny, nənəm sözü. My granny, yəni 5. My granny is, mənim nənəm is good at, yaxşıdır, bacarıqlıdır. 3, 6. Nədə yaxşıdır? Qulaq asmaqda. Listening. Bayaq dediyim kimi, listeningdən sonra to gəlir həmişə. Listen to. Listening to people's problems. 4 və 8. Variantlara baxırıq. Variantımız olacaq A variantı. Növbəti suala keçirik. We decided at 4 to stay home a week. Biz qərar verdik ki, bir həftə evdə qalaq. Başlayırıq mübtədadan. We decided, qərar verdik. Nəyə qərar verdik? Evdə qalmağa. We decided to stay at home for a week. Bir həftə. Ya da müddət bildirdiyi üçün week'in qarşısında for sözü istifadə olunur. Doğru variant olacaq C variant. Növbəti suala baxırıq. To the party, Jane, because felt upset she hadn't been invited. Başlayırıq mübtədadan. Jane felt upset 4. Nəyə görə? Because səbəb göstəririk. Because she hadn't been invited to the party. Variantlara baxırıq. Doğru variant olacaq D variantı. Növbəti suala keçirik. Difficult, asked, were the questions by the teacher not. Sözləri oxuduqca beynimdə belə bir cümlə formalaşdı. Müəllim tərəfindən verilən suallar çətin deyildi. İndi biz belə deməliyik. Müəllim tərəfindən verilmiş suallar. Suallar verilmiş müəllim tərəfindən. Tərəfindən müəllim. Yəni sondan əvvələ doğru tərcümə edəcəyik. The questions asked by the teacher were not difficult. Çətin deyildi. Cavab olacaq B variantı. Növbəti suala keçirik. The articles written Mary interesting were by. Mary tərəfindən yazılmış məqalələr maraqlı idi. Beynimdə belə bir cümlə formalaşdı. Gəlin cümləni yazaq. The articles written by Mary were interesting. Belə bir variant yoxdur. Çünki bu cümlə nəqli cümlə deyil. Sual cümləsidir. Ona görə də biz başlayırıq köməkçi feildən, yəni were. Were the articles written by Mary interesting? Burada bizim cavabımız olacaq A variantı. 100-cü suala baxırıq. The weather are about the English of talking font. The weather, hava, English, the English, ingilislər. Buna fikir verin. Əgər sadəcə English olsaydı, o zaman dili bildirərdi, yəni ingilis dili. Amma qarşısında the artiklı olduğuna görə ingilislər, yəni ingilis xalqını bildirir. Ona görə də biz bu sözü həmişə cəmdə işlədirik. Xəbəri də həmişə cəmdə olur. Sözləri axır kimi deyim. Talking, danışmaq, font of əslində ikisi birlikdə işlənir. Burada ayrı-ayrı yazıblar. Buradan da bir ipucu verim sizə. To be fond of nə isə bəyənmək deməkdir. Xoşlamaq, bəyənmək. Yəni ki, buradan iki şey yadınızda saxlayın. Bu feil to be feilidir. To be fond of və özündən sonra of sözünsü ilə işlənir. To be fond of. Nə isə bəyənmək. Cümləmiz belədir. İngilislər hava haqqında danışmağı xoşlayır. The English xoşlayır, belə olacaq. To be fond of dedikdə düzdür. The English are fond of xoşlayır. Fond of nəyi xoşlayır? Danışmağı.
Nə haqqında? Hava haqqında. About the weather. Variantlara baxırıq. Bizim doğru variantımız olacaq. Bu variantlarda gördüyünüz kimi Y variantı uyğun gəlir, amma bir məsələ var ki, 2 dəfə 4 yazıblar. Səhvən, yəni 1-in yerinə 4 yazıblar. Sondakı 4-ü 1 qəbul etsək, cavabımız olacaq Y variantı. Yəqin ki, çap səhvidir. Belə dostlar, məncə bura qədər izah kifayətdir. Əgər izləməmisinizsə, bundan əvvəlki test videosunu da izləyin. Sonra isə bu testi izləyin. Harda çətinliyiniz varsa, mütləq şərh bölməsində sualınızı verin. Bundan sonra hansı mövzu haqqında video çəkim, onu da qeyd etsəz, çox yaxşı olar. Əgər kanalıma abunə deyilsinizsə, abunə olmağı, videonu bəyənməyi, rəylərdə öz fikirlərinizi bölüşməyi unutmayın. Növbəti videoda görüşərik. Hələlik.